Herkese salam, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Qızlar, bugün ətimi marinə edirəm. Yumuşam, qəşəngcə dərisini soymuşam, çünki kebab hazırlayarıq. Ədviyalarını əlavə edirəm. Yenə duz, istiot, pul biber. Burada da sosunu hazır edəndə gördünüz də qatıq əlavə elədim qaba. Bir xörək qaşığı tomat pastası, bir də duru yağ, gözə yarı duru yağ əlavə elədim. Hamısını birlikdə qarışdırdım. Belə gözəl sos hazırladım. Xanımlar, artıq görürsünüz də gözəl mənzərədən sizləri bir daha salamlayıram. Evimizin yanındadır bu mənzərə. Hamısını bunları yığmışam, opşi paketə gətirmişəm. Onları çəkmədim. Hamısını tək başıma hazırlamışam. Gözəl vlog alınsın deyə. Siz də inşallah ki bəyənərsiniz. Mənə necə deyirlər, dəstək olmağı, abunə olmağı, tam izləməyi unutmursunuz. Vloglarımı tam izləyin. Çox xahiş edirəm. Belə gözəl vlogların davamı gəlməyini istəyirsinizsə, kanalıma abunə olun ki, hər vlogumdan xəbərdar olasınız. Qızlar, burada hamısını hazır qoymuşam. Gözləyirəm ki, kömürüm közərsin. Ondan sonra kebablarımızı düzərik. Şişə vururam burada. Yenə deyirəm, mən çox da yaxşı bilmirəm, bacarmıram. Şişə necə gəldi vururam. Amma kebabları bişirməyə yoldaşım gəlib mənə kömək edəcək. Onunla birlikdə bişirərik. Gərək özümə o setkadan kebab bişirənlər olur. Gərək onlardan alım. Onlarla bişirmək daha rahatdır. Bir də əzizlərim, bunu da vurğulamaq istəyirəm ki, mən əlcə ilə iş görməyi ümumiyyətlə sevmirəm. Yəni belə ət işlərində də əllərimi qəşəngcə yuyuram, sonra başlayıram işimi görməyə. Bu bizim öz saxladığımız kuban toyuqlardır, onların ətidir. Sadəcə olaraq sinə ətlərini çıxarmışam, yəni kebabın ətinə qatmadım. Onları ayrı istifadə edirəm yeməklərdə. Burada bütün budları, beli, qolu, yəni hamısı yerində. Sadəcə olaraq sinə ətini qatmamışam kebaba. Toyuqlar da böyük idi, maşallah olsun. Yəni bəzi ət olur ki, bişəndən sonra yığılır. Amma biz bunu elə bir ki, yerli toyuq formasında yetişdirmişik. Ona görə əti necə elə şişə vururuqsa, elə də durur. Yəni çox da kök deyil, ərimir də. Çünki bərkdir əti. Yerli toyuq kimidir də. Bir də xanımlar, bəzən yazırsınız yorumlarda, məni tanımaq istəyirsiniz, adımı, yaşımı, neçə övladım var. Yəni belə suallar gəlir, hardan olduğumu bilmək, öyrənmək istəyirsiniz, yəni hansı bölgədənəm. Mən Masaldanam. Shorts videolarımda da paylaşım edirəm. Masallı qızla var, yəni biz də Masallı qızla var kəndində yaşayırıq. Amma özüm haqqında inşallah ki bir gün gözəl paylaşım edəcəm. Mənə verilən sualları cavablayacağam növbəti vloglarımda. Göyərti olaraq kişnişdir. Bir də şüyüddən istifadə elədim. Kebabın üzəri üçün bir də soğan.
Yəni bu göyərtilərdən istifadə elədim. Adam var reyhanda istifadə edir. Bəzən olanda mən də istifadə edirəm. İndi reyhan yox idi deyə bu 2 dənə göyərtidən istifadə elədim. Bu arada səs yazıram. Qızlar, qoyunların qabağındayam. Qoyunların bəzən səsləri gələ bilər. Evdə montaj elədim. Sonra səs yazısını saxladım. Digər vloglarımda paylaşmışdım da. Dedim qoyunları ara sıra vaxt tapdıqca gəlib qoyunlarımı otarıram. Çünki indi otlaq sahələrində hər kəs öz sahəsində olur deyə biz də öz mal-qaralarımızı özümüz otarırıq. Ona görə gəlmişəm gözəl təbiət qoynunda sizlərə gözəl səsimi yazıram. İnşallah ki bəyənərsiniz, sevə-sevə izləyərsiniz. Bu su isə duzlu sudur, duzla suyun qarışımıdır. İkisini birlikdə qabda hazırlamışam. Ara sıra kababın üzərinə gəzdirirəm. Artıq uşaqlar gəldi, yeməklərimi verdim, qabları yudum, keçirəm. İndi 2 bağlamam gəlib Temudan. Bunlar müştərilərə aiddir. Onlar üçün sifariş eləmişəm, görək nələr var. Bu xanımlar üçün dodaq pomadasıdır, 5 rəngdən ibarətdir. Qiyməti 5 manat.
Bu qaş qələmidir. Rəngləri öz qaşınıza uyğun sifariş edə bilərsiniz. Qiyməti 2 manat 50 qəpik. Bu isə yəni gümüşü brasletdir. İstər oğlan uşaqları, istər qız uşaqları istifadə edə bilər. Bilərziyin qiyməti də 4 manat. Bu telefon tutacağıdır. Maşında istifadə edilir. Qiyməti 5 manat. Bu isə ağ və qara xanımlar üçün qol sahatıdır. İkili birlikdə dəst şəklində gedir. Qiyməti 8 manat. İndi isə keçək ikinci bağlamamıza. Bu da yenidən xanımlar üçün qol sahatıdır. Maşallah olsun, bu iki bağlamamda çoxu sahatdır. Rəngarəng, hər zövqə uyğun sahatlar var. Bu sahatın qiyməti 7 manat. Bu isə kablodur. Kablolarında 4 manat. Bir ədədi 4 manat. Bu isə makyaj çantasıdır, 5 manat. Bu gördüyünüz saat isə paslanmaz poladdır. Qiyməti 5 manat. Xanımlar üçündür. Çox gözəl saatdır. Xanımlar, bu isə taxt üçün ədyaldır. Yumuşaq materialı var. Açıq boz rəngdədir. Keyfiyyətli gəlmişdir. Ümumiyyətlə mən oradan çox belə pakrival örtüklər gətirmişəm. Hamısı da keyfiyyətli gəlir. Nə isə bəyənməyəndə də yəni qaytarmaq olur. Bu tərz Temu bağlamaların açılımını istəyirsinizsə, bəyənirsinizsə yorumlarda yazın. Digər Temu bağlamalarımı da sizlərlə birlikdə açaq. Xanımlar, burada isə kartofdan pirajka hazır edirəm. Bir tərəfdən də uşaqlar üçün pizza bişirirəm. Bizim evdə vaz keçilməz uşaqların ən sevimli yeməyi pizzadır. Ona görə tez-tez hazır edirəm. Bugünlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.